Salam değerli xalqım, mən siyasi bloger Elnur Aliyev. Orucluq bayramı münasibəti ilə hamınızı bayramını təbrik edirəm. Neçə belə illər sizlərin olsun. İnşallah gəlir bu vaxtı Azərbaycanın demokratik müstəqil bir gündə görək. Diktator İlham Əliyevin Azərbaycan Respublikasından devrildiyini qeyd edək. Bu arada bilirsiniz ki, mən neçə vaxtı siyasi məhbusların ailələri üçün bayram payı aksiyası keçirdirdim və bunu artıq bu günləri yekunlaşdırdım. Kimlərə paylanılıb bu anonim olaraq saxlanılacaq. Sadəcə olaraq videonu sona qədər baxın və Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Siyasi məhbuslara azadlıq deyirəm. Onların ailələrinə səbir diləyirəm. Allah hamımızın canını sağ eləsin. Yaxşı ki varsınız, yaxşı ki mənim ətrafımda qeyrətli, namuslu insanlardır. Mən ətrafımda vicdansız insanlar saxlamıram. Canavarın ətrafına canavarlar toplaşar. Allah'a emanet olun. Medya kanalının rəhbəri Elnur Əliyevin başçılığı altında gördüğünüz bu qoçu kəsib siyasi məhbusların ailələrinə paylaşdıracağıq. Hal-hazırda biz həmin qurbanlıq qoçu kəsirik və birazdan digər ərzaqlarla birlikdə siyasi məhbusların ailələrinə paylaşdırmağa yola düşəcəyik. Salam, hörmətli izləyicilər. 30 Mart 2025-ci ildə siyasi medya kanalının rəhbəri, siyasi blogerimiz Elnur Əliyevin rəhbərliyi altında onun izləyiciləri tərəfindən siyasi məhbusların ailələri üçün nəzərdə tutulmuş bayram tədbirində bayram hədiyyəsi nəzərdə tutulmuşdu və həmin hədiyyələr alınıb və hər bir ailəyə gördüyünüz qaydada təsdiq olunmuş ərzaqlar toplanmıştır. Qardaş, imkan daxilində bunları yığmayız biz. Hə, buyurun yığın. Buyurun. Qoy nə olacaq düşünün. Ya, uşaq düşməsin, yaxşı. Yığın qadan alın, bax. Ətdir, qənddir, pesoqdur, yağdır, duru yağdır, xurmadır, undur, ketçupdur, çaydır, peçenyedir, kartoşka, soğan, banan, mandalin və alma alınmışdır. Buna görə də biz siyasi medya kanalına və onun izləyicilərindən hər birinə öz minnətdarlığımızı bildiririk.